Bir də mənim şəklimi çək, Fırat. Şəklimi çəkirsən. Bildiyiniz kimi 9 Mart buraxılış imtahanı olub. Mən də gəldim ingilis dilinin cavablarını Zirə ilə Səbalinin oyununda eləməyə. Şot neçədir? Şotu çək. 0-0'dır şot. Neyse, daha 37-ci dəqiqədir. Riyaziyyatı zooparkda elədim. Azərbaycan dilini dənizdə elədim. Mən dedim ki, ingilis dilini sizə şeydə göstərim. Futbol meydançasında. İngilis dil suallarımız bunlardır. İngilis dil suallarımızın cavabları bunlardır. Yox, cavablar deyil, bu da suallardır. Çək bunu. İndi bu sualların cavablarını bir-bir sizə deyəcəm mən. Telefonun kodu nədir Sadiq bəy? Zəhmət olsa kodunuzu deyərdiniz. Burada nə qədər adam kodu bilərdi. Eşitmirəm, mən burada səsdən heç nə eşitmirəm. Bu dəqiqə təkərdəyəm uşaqlar, biraz üzr istəyirəm ona görə də sizdən. Hə, 4, beləncə 4. Mən sadəcə bildiyim sualları sizə izah edəcəm. 8-ci sualda deyir ki, choose the pair of plural nouns. Plural nouns C-dır. Woman trousers. Bir daha oyunu tək vurdular. Həyatda ən çox qorxduğum şey bilsən nədir? Futbolda birdən dava düşər. Mənə gəlib döyərlər. Amma mən heç nə eləmirəm. Sadəcə baxmağa gəlmişəm. İki komandadan da xoşum gəlir. İkisi də Azərbaycan komandasıdır. Mən baxmağa gəlmişəm. Sadəcə qorxuram ki, birdən dava düşər. Elə bilərlər. Mən də davanı yaratmaqda bir nəsə eləmişəm. Ona görə mənə də döyərlər. Sən də burada ağzının içinə girmişsən. 9-cu sualda. 9-cu sualı çək. Bu sualda uşaqlar cavab C variantıdır. C variantında shorter deyir. Çünki buranı çək. Əzəzdə axı, əzəzin ortasında E deyə uşaqlar üzr C deyil. Biraz heyecanlıyam. Çünki burada qəribə oyun gedir. 200-dən zərbədir. Yox, onu çəkmə. YouTube birdən bizə telif atar. Bunu çək, 9-da E-dir. Çox da futbolu çəkmək YouTube qoymur. Məni çək. Məni çək, biraz təkərdəyim uşaqlar. Kameraman da təkərdədir, mən də təkərdəyim. Bunlar da 200-dən zərbə vursaydılar, biz davam edərdik. Vurun, 200-dən zərbə vurun, gol vurun. Offside olmasın inşallah. İnşallah iki komanda da uğurlu olar. İnşallah mən iki komandanı da çox istəyirəm. 12-ci sualın cavabı məndə var. Çək bunu. 12-ci sualı çək. 12-ci. Bir anda futbol gedir orada, sən çək. Kameramanımıza sizə sözü var. Bir çəkə bilərsən? Yox, imkan ver futbola baxaq. Deyən. Həyatımda ilk dəfə kameramanı futbola gətirmişəm. 12-ci sualda uşaqlar çək, bunu çək, C-dır uşaqlar. Bu sual C-dır, dəqiq deyirəm, cavab C-dır burada. Üstündə yazılanlar düz deyil, amma mən sizə düzgün cavablar deyirəm. Sualları oxumağa halım yoxdur. 11-də B-dır. Kim yazıbsa bunu düz yazıb. 15-də 15 budur. Gözdə korrekt düz nəyisə istəyir burada. Düz nəyisə istədiyinə görə 15A-dır. Mən də burnum axdı. Birinci sualın cavabını əslində mən bilirəm. Birinci sualda listening dinləməyə ehtiyac yoxdur ki, dırnaq varsa bir sualda, deməli dırnaqlarımızı tutmalıyıq biz. Dırnaqlarımızı tutduğumuza görə də cavab budur mənim fikrimcə birinci sualda. Listeningə qulaq asanlar varsa baxa bilərlər. Mənim gah fikrim futbolda qalıb, gah burada qalıb. 15-i də sizə göstərim. 15-də də cavab A-dır uşaqlar. 15-də də A-dır. 14-ü göstərməliyəm. 14-ü göstərməliyəm. 14-də cavab E-dir. E. 14-də cavab E-dir. 14-də cavab E-dir. Siz mənə baxmayanda, uşaqlar. Arada futbola baxıram. Çünki qışqırmağa da qorxuram. Yanındakılar bilməm kimi azarkeşlik eləyirlər. Birdən qışqırarlar üstümə ki, sən bu tərəfdə oturmusan. Niyə o birisi komandanı qışqırırsan da? Çünki oturduğum tərəf bilmirəm hansı tərəfdir. Uşaqlar işlər necə gedir, güclər necə gedir? Barcelona yoxsa Real Madrid yorumlara yazmağı unutmayın. Mənim fikrimcə Ronaldo olan hər komanda güclüdür. Yəni Ronaldo məsələn Azərbaycana gəlsə, məsələn atıram, Ronaldo gəlir Araz Naxçıvan partladar. Çünki Ronaldo çox bomba futbolçudur mənim fikrimcə. Ondan başqa da ki 0.5 çəkirsən, nə bura? Çox ağzıma girmirsən, qorxuram ki burnum düşər ancaq. Yəni inşallah mənim burnum danışmır. Bilirəm, burnum biraz böyükdür, adam boydadır, amma mənim özüm də danışıram. Gəl mətnə baxaq. Mətn budur uşaqlar. Oxuyun balalarım, oxuyun. Damal. Uşaqlar, mən biraz boş yapmalıyam çünki videomuz 8 dəqiqəni keçməlidir. Gəlin sizlə biraz söhbət eləyək. Siz də Azərbaycan futbolu, Türkiyə futbolunu, dünya futbolunu yaxşı bir şəkildə keçəcəkmi? Burada 5 dənə misal elədim mən, amma siz də inşallah eləyərsiniz. Başqa da ki, heç nə uşaqlar. Sağollaşaq istəyirsinizsə, sağollaşaq, sağollaşmayaq.
Çək bir dənə, onu çək, onu çək. Şəhidlər ölməz, vətən bölünməz.